Biz deməli 2021-ci ildən daim olaraq Far-Liqanın təşkil etdiyi həm Banklar Liqası, həm Şirkətlər Liqasında iştirak edirik. Deməli heç bir arada, yəni heç bir çempionat buraxmamışıq, daim iştirak edirik. Çox da güclü futbolçulardan ibarət heyətimiz yoxdur, lakin əzmkar bir komandamız var. İlk turda Adamlar komandası ilə oynayırdıq. Onlar da çox yaxşı rəqib idilər. 3 hesabla onları qalib gəldik. Yellowbankla biz bundan əvvəlki Banklar Liqasında eyni qrupa düşmüşdük. Bizim əzəli rəqiblərimizdir, həm də dostlarımızdır. Çoxlu dostlarımız var orada. Keçən dəfə də uduzmuşduq. Bu dəfə də onlar həqiqətən bizdən daha üstün oynadılar və qalib gəldilər. Onları da təbrik edirəm. Belə təşkilatçılığı üçün də çox sağ olun. Həmişə olduğu kimi hakimlikdir, həkimlikdir. Yəni video çəkilişlərdir, çox yüksək səviyyədə təşkil olunub. Belə qabaqda hələ oyunlarımız var. Düzü qrupda ən çətin bizə rəqib gələn Yellowbank idi. Ondan oyunu bitirdik. Növbəti oyunlarda düşünürəm layiqli oyun oynayıb layiqli qələbə qazanarıq. Belə. Birinci dəfə deyil, rəqibdən qarşılaşırıq, o bildiyimiz, tanıdığımız rəqibdir. Belə deyim, çətin oyun oldu, gözlədiyimizdən çətin oldu, amma əsas odur ki, 3 xal götürdük, qələbə qazandıq 2-0. Komandada əhval-ruhiyyə yaxşıdır. Rəqib də dediyim kimi tanışdı, amma bu dəfə daha fərqli oynadılar, əvvəlki oyunlara nisbətən daha sıx müdafiə oynadılar. Ona görə də belə deyim də oyuna uyğun hesab oldu 2-0. Əvvəlki oyunlarda belə deyil, dediyim kimi. Yəni, başqa da ki, rəqibin qəşəng oyununa görə təşəkkür edirəm rəqibə. Çox qəşəng oldu. Təşəkkürlər sualınıza görə. Əvvəla istərdim təşəkkürümü bildirəm bütün təşkilatçılara bu liqanın yaratdığına görə. Doğrudan da həvəskar futbolçuların daimi formada qalması üçün belə bir turnirlərin keçməsi çox yaxşı bir şeydir. Həmçində cavanlar üçün də bir, belə deyək də, motivasiya yönlü bir turnirdir. Oyun çox çətin keçdi. Baxmayaraq ki, qalib gəldi. Rəqib komandamız çox güclüdür. Onlarla yoldaşlıq oyunu da keçirtmişdik. Biz bilirdik necə onlar oynayacaqlar, nəyə qadirdirlər və buna baxmayaraq çalışdıq komandada müəyyən bir taktiki xodlar eləyək ki, bu qalibi qazanaq. Rəqib komandaya, yenə də təşkilatçılar hamıya təşəkkürümü bildirirəm. Turnir doğrudan da yüksək bir səviyyədə təşkil olunur və biz hər birimiz də baxmayaraq debutant komandadayıq. İnanırıq ki, müəyyən bir qaliblərə yenə də nail olacaq gələcəkdə. Təşəkkür edirəm, çox sağ olun təşkilatçılara, bütün iştirakçılara. İlk öncə, keçən dəfə açılış oyununda olan gözəl atmosfer bugün də oldu, təkrarlandı. Xoşa gələn bir faktdır bizim üçün. Oyundan keçən dəfə uduzduğumuza baxmayaraq, söz verdiyimiz kimi daha da gözəl, daha da planlı oyun nümayiş elədi. Uşaqlar ilk hissə nəticəsində 4-0 udurdular. Gözlənilməyən bir nəticə idi. Sonra 1-2 səhv nəticəsində ümumi 4-2 hesabla udub 3-cü yer artıq tuturuq və daha da yüksək nəticələrə nail eləməyə fokuslanırıq. Rəqib komandaya təşəkkürümü bildirmək istəyirəm. Gözəl oyun göstərdilər. Onlara da uğurlar arzu edirəm. Onlar da qəşəng komandadır, gözəl futbol oldu bugün. Tək elə də davam eləyək. Sizə də təşəkkürümü bildirirəm. İnşallah gələn həftə 3-cü turda görüşərik.